Başladıq anne. Başladıq. Əmdə. Düz otur əvvəlcə. Məktəbdəsən. İzotoplar nə deyir anne? Protonlara eyni olan Atomların növünə izotoplar deyilir. İzotoplarda nələr eyni, nələr fərqli olurdu? protonlar, elektronlar eyni, kimya xassələr eyni, fiziki xassələr, kütlələrdə və neytronlar fərqli olur. Fərqli olur. Məsələn, bir məsələ yazırıq. Hətta testində də var idi o məsələ yazmamışdı. Bax, tutalım, yazırıq xlor 17-35 izotopu. Xlor 17-35 izotopu. 17 aşağı, 35 yuxarı izotopu. Bir də yazsın xlor 17-37 izotopu. Bu 35 olandan 75% yayılır. Altda yaz 75%. Digərinə isə 25% yayılır. İndi deyir ki, xlor elementinin orta kütlədədir tap. Düsturumuz necə idi? A bərabər idi. 35 bölü 75. Ortada üstə gəlsin. 37 bölü 25. Böləcək nəyə? 100-ə. Hesablamağa ehtiyac yoxdur. Yaxşı, hidrogen izotopları hansıları gəlirlər? Hidrogen hansı izotopları var? Protonium, deuterium, tritium. Tritium yaza bilərsən orada. Bu protium, deuterium. Mən ayaq sevmirəm telefon. Qoy elə əsas sən düşəsən. Bir də tritium. Az danış. Tritiumda nə qədər neutron var anne? 2. 2 dənə neutron var, aysal. Bunlarda səncə hansının kütləsi daha çoxdur? Tritium. Tritium. Hansı daha geniş yayılır? Protium. Yaxşı. Protium daha geniş yayılır. Yaxşı. Bax, deuteriumu D2 deməkdir, D elə. Bəzən sən bunu D hərfinə görəcəksən, deuteriumu etlərdə. Tritium isə D hərfinə görə bilərsən. Yaxşı. Baş hərflərindən görə bilərsən. Yaxşı. Hər hansı bir X elementi yaz əminə. Bu X elementinin protonu, elektronu, yükü harada qeyd olunur? Proton, aşağıda. Neutron, kütlə, elektron, yükdə, bax o yuxarısı, yük. Bəli, bu yükdür. Məsələn, yaz X elementi qoy bir dənə. 17 dənə protonu var. 20 dənə elektronu var. Yükü nə olacaq anne? Mənfi 3. Mənfi 3 anyondur, katyondur? Anyondur. Bəli. Mənfi 3'dür. Mənfi 3 demək elektron almaq deməkdir, yoxsa vermək deməkdir? Almaq. Almaq deməkdir. Bəli. Yaxşı. Sən mənim bu sualına cavab ver. Proton, neutron, elektronlar hansının yükü yoxdur? Neutron. Hansının kütləsi yoxdur? Elektron. Elektronun. Nüvənin yükü həmişə nəyə bərabər olur? Protonlar. Sayına. Neutron. Atomun özünün əldə tərifi nədir atom? Kiçik bölünməz ərəzi. Müsbət yüklü nüvədən Və mənfi yüklü elektronlardan ibarət neytral hissəcikdir. Bax, neytral hissəcik atomdur, yüklü hissəcik iondur. Yaxşı? Neytral hissəcik atomdur, yüklü hissəcik iondur. Katyonlar nə idi? müsbət yüklü. Katyonlarda elektron alınır, yoxsa verilir? Verilir. Atomun quruluşu haqqında qısa tarixi məlumat. İlk dəfə atomun izahını Demokrit vermişdir. Nə demişdi? Atom kiçik zərrəcikdir. Bölünməz dərəcə. Sonra? John Dalton isə atomun kiçik bölünməz zərrəcik olduğunu demişdir. Sonra? Joseph Thomson planetar. Yox, Thomson nə? Thomson. Şişmişli bulka. Şişmişli bulka əvəz etmişdi onu. Bəli, yəni atomun Müsbət yüklü və mənfi yüklü. İlk dəfə elektronların olduğunu vurğulamışdı. Sonra hansı tarif idi? Planetar model kimin adından idi? Rutherford.
Rezervat planetar modeli demişdik. İngilis bu orada Onu təkmilləşdirmişəm. Aysa təkmilləşdirmişdi. Yaxşı, qütb gecələri hansı prosesdən yaranır? Nə baş verir ki, orada qütb gecələri? Elektronlardakı enerjinin işıq şəklində tərəfə yayılmasıdır. Aysa. Oksigen və azotla toqquşaraq işıq şəklində tərəfə yayılır. Aysa. Orada rənglər var. Rənglər, məsələn, sarımtıl, yaşıl və qırmızı işıqlar. Elektronun oksigenlə toqquşmasından, Aha, mavi işıqlar isə azot toqquşmasından əmələ gəlir. enerji şolanılması nəticəsində yaranır. Bəs yaxşı, oksigen tipli tətbiqi hara tətbiq olunur? Oksigen balonlarından istifadə edilir. Bəli, içməli suyun dezinfeksiyasında hansı maddələrdən istifadə Xlor edilir? və ozondan istifadə edilir. Hansı daha baha başa gəlir? Xlor. Baha olan ozon. Xlor isə ucuzda olmağa zərərlidir. Bəli, zərərlidir. Aktiv kömürün tətbiqi. Aktiv kömür absorbent maddədir. Zərərli maddələri Zərərlərdə istifadə edilir. səthini çəkə bilir, uda bilir. Yaxşı aktiv kömür. Əlik qazlarda falan istifadə edilir. Çap işlərində dudadan istən istifadə olunur. Hidrogendən də Yanacaqlar. fosfor şəkli dəyişmələri hansılar idi? Üst şəkilləşməsi var idi. Ben Ağ, kız qara, qırmızı. Bəli. Hansılar idi? Ağ, qara, qırmızı. Qara qırmızı. Sən zəhmət sonra da öyrənəş biraz. Yok. Biraz. Çok kesin. Tamam. Qara qırmızı. Hansı zəhərli idi? Ağ. Hansı işıq saçırdı? Ağ. Biraz şagird kimi otur. Hansı zəhərli idi? Ağ. Hansı işıq saçırdı? Ağ. Hansından kibrit istehsalı istifadə olur? Qırmızı. Hansından əl qumbaralarının hazırlanmasına istifadə olunur? Ağdan. Yaxşı. Bunlar hansı sarımsaq idi? Ağ. Yenə ağ. Kristalli küçük nə rəngdə idi? Sarı. Sarı. Plastik küçük Qonur. qonur rəngli idi. Qeyri-metalların xüsusiyyətləri nə idi? Plastik olurlar, qeyri-metallar kövrək. Körək olurlar. Kövrək olurlar. Bərk halda İstilik olur. yanına keçirmirlər. Ay, sağ ol. Körək olurlar. Bərk halda olur, yoxsa maye qaz halında olanda bilərlər. Hər halda ola bilir. Bəli, məsələn, klor hansı haldaydı? Qaz. Brom, Maye. maye, azot, Qaz. yod, Bərk. bərk. Yod nə rəngdə idi? Bəli, bütün bərk rəngdə. Brom nə rəngdə idi? Xlor, sarımtıl, bəs rəngli. brom, Qonur qırmızı. bəli, bunu alotropiya nə idi? Bir maddənin bir elementin başqa element formasında mövcud olması. Mövcud olması idi. Məsələn, oksigen hansı hallarda mövcud ola bilərdi? 3 atomlu ozon formasında. Və yaxud da 2 atomlu oksigen qazı. O zaman oksigen fərqli xüsusiyyətləri nə edəmdir? Ozonda 3 atom olur, oksigende 2 atom. Hansı zəhərlidir? Ozon zəhərlidir və açıq mavi rənglidir. Xoş yeylidir, şirin dadına malikdir. Oksigen isə bunların əksidir. Belə. Bəs yaxşı, karbon şəkil dəyişmələrinə almaz və qrafit. Almaz haqqında nə deyə bilərsən? Parlaq maddədir. Ziyalarında da parlaq olur. Bəzən şeylərdə istifadə edilir. Böyük bərkçiliyə və sərtliyə malikdir. İşləyər və temperatura malikdir. Bəs qrafit? Qrafit metal parçası, yüngül metal parçası var. Elektrik keçirir. Körək olur. Bəli. Tamamilə doğrudur. Metalların xəstələri haqqında danış. Bəlkə olur, metal parçaları olur. Xüsusi hərmə temperaturları olur. İstilik elektriği yaxşı keçirir. İstilik keçiriciliyinə görə hansı metallardan qazan istehsal edirlər? Mis və alüminium. Hansı metallardan elektrik keçiriciliyinə görə naqillər istifadə olunur? Mis və alüminium, qızıl və gümüşə keçirir, onlarda istifadə edilir. Plastikliyi ən çox olan metal hansıydı? Qızıl. Qızıl idi. Termometrlərin civərlə istifadə edilməyin səbəbi nə idi? Metalın istən genişlənmə xassəsi. Ay, sağ ol. Atmosferin alt qatında hansı elementlər var? Oksigen, azot. Karbon da deyə bilərik. Karbon qaz da var fazla miqdarda. Bəs litosferin üst qatında? Oksigen, dəmir. Dəmir yox. Bax, əslində deyə bilərsən, dəmir də, yəni müəyyən miqdarda var yer qabının yaranmasına görə. Amma biz deyirik ki, sizə testə düşəndə də litosferin üst qatı qum və güldən ibarət əsas. Qumun tərkibi silisium oksigen idi. Güldə isə silisium oksigen və alüminium. Yaxşı. Hidrosferdə Hidrogen, oksigen. Hava təşkil edən qazlardan 78%
Oksigen 21% azot. Tərsinə. 78 20% faiz azot, 20% oksigen. Ona görə bax, azot havada çox olduğundur. Havada azotu sənayedə havadan alınır. Oksigeni havadan alınır. Yaxşı. Bəs yaxşı. Yer qabığında yayılmasına görə ən geniş yayılmış element. Oksigen, İkinci element. silisyum, Ən geniş yayılmış metal. alüminium, İkinci metal. Dəmir. Yaxşı, dəmir. Canlı orqanizmdə yayılmasına görə ən geniş yayılmış element. oksigen, İkinci. Karbon. Hidrogen və azot. Bunlar dörd. Oksidləri kalsium və fosfor. Yaxşı. Maqnezium çatışmazlığı. Nəyə təsir edir? Zəhn fəaliyyəti. dişlərə və sümüyə, Yox, bu kalsiumdur. sinirə və boya təsir edir. Sinirə və boya. Dəmir, Qan, qana, kükürt. sas və dəri, Aha, kalsium, fosfor. diş və sümük. Dişlər və sümüklərə təsir edir. Yaxşı, sən də görək bizə kolbaların hansı növləri var idi? Üstünə vardı, eləməli kolbası, yasız kolba, yumurtayıb kolba. Ay sağ ol, Nobel mükafatı alan alimlər Əz Səncər, Nikolay Semyonov, Maria Curie, Maria Curie, Azərbaycan alimləri Xudmurmadov, Murtuzan Ağayev, Yusif Məmmədəliyev. Aha. Hansı alim mol anlayışını təməlini qoydu? Meyvə adıdır. Avokadro, Avokadro. Hansı alimlər maddə kütləsi saxlaması qanunu irəli sürdülər? Lavoisier və Lomonosov, Aha. Hansı alimlər dövrü cədvəli formalaşdırmasında böyük rol oynadı? Mendeleyev, Mendeleyev. Hansı alimlər üzvü və qeyri-üzvü kimya anlayışları elmə gətirdi? Berzelius və Völer, Völer. Hansı alim Geber adı ilə tanınırdı qərbdə? Sabir Mühəyyəm, Həyyam. Geber ilk dəfə olaraq nələr gətirmişdi elmə? elmi müzakirə istifadə maddanı araşdırmışdı, İslam Xristiyan şaman sularından istifadə etmişdi. Bəli, və metal və spirt kimi anlayışların tərifini vermişdi. Kimya sözü hansı sözdən yaranır? Ərəbləşmə və kimya sözü, Kimya və son cavab ver. Atom molekul təlimini irəli sürən hansı alim idi? John Dalton. John Dalton. Əyləş əlinə. Ayaz oxuyursan? Gəl.